Əvvəllər 85 kiloqram idim. Özümdə çox böyük bir kompleks var idi. Yəni heç yana çıxa bilmirdim. Cəmiyyət içində ola bilmirdim. Hətta bir yerə gedəndə belə ayaqqabımı belə geyinə bilmirdim. Sonra mən Ləman xanımı ilk dəfə televiziyada görəndə bir ki özümə sanki bir güvən gəldi. Ləman xanımın yanında müəyyən analizlərdən keçdim və bu analizlər nəticəsində Ləman xanım mənə müəyyən proqramlar tərtib eləyərək mən o proqramları etdim və bu proqramın nəticəsində mən 85 kiloqramdan tam 2 ay ərzində 20 kiloqram arıqlayaraq 60 kiloqrama düşdüm. Bəs bu qədər çəki itirdikdən sonra dəridə sallanma və çatlar əmələ gəldimi? 45 kiloqram çəki atdım və bu çəkinin qarşısında mənim dərimdə nə sallanmalar, nə də adi bir dəri çatları əmələ gəlmədi. Əziz xanımlar, xüsusilə diqqətli olmanız məsləhətdir. Şirniyyatı sevən xanımlar. Biz necə edə bilərik ki, bizim həftənin müəyyən günlərində şirniyyat yeyək,